Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verilişi ilə mən İlkin Sultanlı və Zahir Xudiyev sizlə birgədir. Zahir bəy, yenidən xoş gəlmişsiniz. Maraqlı bir kombinasiya qurmuşuq. Hə, mən bugün Sumqayıt formasından çıxmaq istədim efirə. Mən dedim ki, Azərbaycan olmasa heç olmasa formada yaşadaq. Növbəti verilişə mən də milli komandanın formasına gələrəm onda. 5 gün qalıb Dünya Çempionatının başlamağına, artıq yavaş-yavaş maraqlı qruplara keçməyə başlayırıq və bugün C qrupundakı oyunları, komandaları müzakirə edəcəyik. Burada Braziliya millisi var, Mərakeş millisi var, Şotlandiya millisi və Haiti millisi var. Çox bir egzotik bir qrupdur. Başlayaq. Bu qrupun sizcə favoriti hansıdır və böyük ehtimal Braziliya olacaq, amma sürpriz eləyəcək bir komanda var. Mənim də bir şəxsi fikrim var. Necə dəyərləndirirsiniz bu qrupu? Maraqlı qrupdur. Yəni hər futbol ekolundan bir nümayəndə var, hər qitədən bir nümayəndə var bu qrupda. Həm Cənubi Amerikadan, həm Afrikadan, həm Avropadan Və həm də Okeaniyadan, Şimali Amerikadan üzr istəyirəm. Şimali Amerikadan Haiti var. Təbii ki, yəni qrupun favoriti Braziliya yığmasıdır. Bu Braziliya yığması iştirak elədiyi bütün turnirlərin şəksiz favoritidir. Hərçənd seçmə mərhələləri onlar üçün çətin olmuşdu. Biraz enişli, yoxuşlu qrafik çizmişdilər, amma dünya çempionatı varsa, Braziliya yığması oradadırsa da mütləq şəkildə onlar favoritdir. Maraqlı heyəti var Braziliya yığmasının və əsas baş məşqçisi Carlo Ancelotti. Avropa futbolunda, xüsusilə də klub futbolunda ad qoymuş bir məşqçidir. Dəfələrlə özünü sübut edib müxtəlif klublarda, həm Realda, həm Milanda, həm digər işlədiyi yerlərdə həmişə adından söz etdirən olduqca təcrübəli baş məşqçidir. Bu gün də Braziliya yığmasını çalışdırır. Heyət baxımından müəyyən itkiləri olsa da, amma Braziliya elədir ki, onun oyunçuları, yəni hətta ikinci heyəti belə ayrıca bir komanda düzəldib dünya çempionatına getmək olar. Düşünmürəm ki, Estevao'nun, Rodrigo'nun olmamağı Braziliya hansısa bir problem yaradacaq. Bir də Ancelotti son anda Neymar'ı milliyə dəvət elədi. Bu biraz gözlənilən, həm də gözlənilməz oldu. Çünki Neymar biraz forma olaraq mövsümü o qədər də yüksək səviyyədə keçirməmişdi. Amma azarkeşlərin də biraz tələbindən, biraz da futbol ictimaiyyətinin, belə demək mümkünsə də istəyindən Ancelotti Neymar'ı milliyə dəvət elədi. Xatırlayıram, mən 2002-ci ildə Luis Felipe Scolari bütün təzyiqlərə rəğmən Romarionu dünya çempionatına aparmamışdı və sonradan buna belə demək mümkünsə peşman olduğunu dilə gətirmişdi. Bu dəfə Ancelotti eyni səhv eləmədi. İkinci, düşünürəm ki, Mərakeş qrupun maraqlı komandalarından biridir. Ötən dünya çempionatında, Qətərdə keçən dünya çempionatında yarımfinala qədər irəliləmişdi komanda. Afrika futbolunun yüksələn ulduzlarından biridir, belə demək mümkündürsə. Çox yaxşı, maraqlı heyəti var. Hətta bir çox istər İspaniyada, istər Fransada doğulmuş futbolçular Mərakeş əsilli olan, orada doğulsalar belə yenidən geri doğru hərəkət edib, belə demək mümkünsə də Mərakeş millisini seçiblər və hətta Yusuf En-Nesiri, Hakim Ziyech kimi oyunçuların olmaması belə Mərakeşin heyətini zəiflətmir. Maraqlı komandadır. Şotlandiyanı da silmək olmaz hesabdan. Sərt futbolu, Britaniya futbolunu təmsil edən bir komandadır. Bu mənə görə qrupun ən zəifi Haiti yığması olacaq. Eksotik bir yığmada onlar üçün maraqlı bir nağıl ola bilər bu çempionat, belə demək mümkündürsə. Düşünürəm ki, Braziliya əsas, yəni birinci yeri qrupun qalibi kimi çıxacaq qrupdan, amma sonraki ikinci, üçüncü yerlər uğrunda isə əsas görüş, mənə görə qrupun taleyini əldə edən görüş Mərakeş və Şotlandiya arasındakı görüş olacaq. Mənim üçün ən maraqlı məqamlardan biri Braziliyanın dünya çempionu olub-olmayacağıdır. Çünki artıq dünya mediasında da bu məsələ müzakirə olur. 2002-dən bəri də dünya çempionu ola bilmirlər və bir çoxları gözləyir ki, bu komanda artıq bu nəsil dünya çempionu olsun. Çünki yaxşı heyətləri var həqiqətən də. Amma sən də bildiyin kimi daha çox nədən çəkinirlər? Neymar'ın, Vinicius Junior'un ulduzluq xəstəliyinə tutulmayacaqdır. Yəni bu futbolçular bir çox hallarda oyunu öz üzərinə göstərirlər. Bildiyin kimi Neymar da sol cinahda oynayır. Vinicius Junior da sol cinahda oynayır. Ancelotti bu ikisini bir yerdə oynayacaqmı, yoxsa fərqli heyət mi oynayacaq? O maraqlı məqamdır. Ola bilər ki, Junior'u hücumçu kimi oynatsın. Çünki Real Madriddə bəzi oyunlarda Vinicius Junior sırf mərkəz hücumçu kimi oynayıb.
Ola bilər ki, Neymardan daha çox sonradan, yəni belə demək mümkünsə Joker kimi istifadə etsin. Bəli, sonradan oyuna buraxsın. İndi əsas sual burada budur ki, bu Braziliya millisi, Ancelotti Braziliya millisi sırf dünya çempionu olmaq potensialındadırmı? Mənə görə İspaniyaya, Fransaya, hətta belə deyərdim ki, hərçənd orada çağırılmayan oyuncular böyük müzakirələrə səbəb olmuşdu. İndi vaxtı çatanda onda danışacağıq. İngiltərəyə baxanda Braziliya o deyil, heyət olaraq, yəni adlar olaraq, amma Braziliya həmişə Braziliyadır. Yəni dünya çempionu olsa, heç kəs deməz ki, Braziliya necə dünya çempionu oldu. Amma olmasa da, məsələn, saydığım ölkələrdən biri də ola bilər. Ona görə hər bir nəticəyə açıq bir vəziyyətdir Braziliya üçün. Mərakeş millisi son zamanların ən çox inkişaf edən yığmasıdır Afrika qitəsinin və bir çoxları üçün sürpriz komanda ola bilər. Bəzi mütəxəssislər qeyd edirlər ki, hətta yenidən yarımfinala və yaxud da ki, finala vəsqə qazana biləcək potensialdadır. Sən də bildirdin ki, çox yaxşı heyətləri var. Baxmayaraq ki, bəzi ulduz futbolçular, hansı ki artıq o futbolçular Mərakeş millisinə lazım deyil, onların yerini dolduracaq bir çox futbolçular var və Avropada, dünyada da müzakirə edilir ki, Mərakeş millisi bu sırf mundialın sürpriz komandası ola bilər. Onların potensialı varmı? Ötən mundialda, yarı finalda ilişdilər. Bu təbii ki, şeydən daha çox asılı olacaq. Məsələn, bu qrupda neçənci yer tutandan sonra kimlərlə kəsişəcək, o tor var da, yəni yolların kəsişməsi hansı rəqibindən hansı mərhələdə qarşılayacağından daha çox asılıdır. Amma ən azından növbəti qrupdan sonra, qrupdan çıxacağını daha çox gözləyirəm və qrupdan sonra ən azından 16-da bir final mərhələsində keçəcəyini gözləyirəm rəqibindən asılı olmayaraq. Daha sonrası isə çətin görünür, çox çətin görünür. Sürətli dəyərləndirmə. Sürətli dəyərləndirmə. Ya bunu da sən elə. Bu gün onda bunları məliyəm. Əks istiqamətdə hərəkət edək. Mən hazır. Onda mən sual verim sürətli qrupun. Qrupun favoriti hansı komandadır? Təbii ki, Braziliya. Yaxşı, hansı komandadan sürpriz nəticə göstərə bilər, gözləyirsən? Və Mərakeş. Ən yaxşı oyunçu kim ola bilər, fərqlənə bilər? Ən yaxşı oyunçu belə Rafinha. Yaxşı, hansı komandanın bu qrupda olmağını üzülürsən? Heyf ki, Şotlandiya bu qrupdadır. Daha yaxşı ortabab bir qrupda ola bilərdi. Çünki düşünürəm ki, bu qrupdan 2 komanda elə şeyə çıxa biləcək. Yaxşı, qrupdan çıxandan sonra hansı komandanın, məsələn, dedik, ortaq qərar oldu ki, Mərakeş Braziliya daha da irəli gedə biləcəyini düşünürsən? Mən Mərakeşi düşünürəm. Təşərrüyəcə alır. Braziliyadan da daha irəli gedəcəklər. Çünki orada birinci, ikinci yer olmaq qrafik söhbətinə görə ola bilər ki, Mərakeş daha asan yoldan getsin. Aydındır. Yaxşı, bu qrupdakı hansı oyundan ötürü səhər tezdən oyanarsan? Demək, qrupda oyunlar var. Ən gec başlayan Haiti-Şotlandiya oyunu var. Şotlandiya-Mərakeş oyunu var. Şotlandiya-Braziliya oyunu var. Açığı Şotlandiya-Mərakeş oyununa görə yatmaram, gözləyərəm saat 7 olsun. Onsa saat 9-a yuxudan oyanırıq normalda Azərbaycan standartlarında. Ona görə Şotlandiya-Mərakeş oyunu. Braziliya-Mərakeş oyunu maraqlı vaxtdır. Azərbaycan vaxtından saat 12:00 əsl futbola baxmalı vaxtdır. Aydındır. Belə. Bu qrupla bağlı müzakirələr, yəni həqiqətən də Braziliya və Mərakeş konkret favoritdirlər. Şotlandiya inanmıram sürpriz eləsin. Həm də yaş olaraq, düzdür, bəzi oyuncular var ki, parlaya bilər. McTominay yenidən parlaya bilər. Amma yəni həqiqətən də bu qrupda Haitiyə yazığımız gəlir. Yaxşı 4-0 nəticə ilə gəlmişdilər. Okeaniyadakı rəqibini məğlub etmişdilər. Onlarda da nəsil dəyişmə var. Yaxşı bir heyət formalaşdırıb, amma Haiti bu qrupun təbii ki axırıncısı olacaq. Outsiderdir. Və biz keçirik oyun rubrikamıza. Bu səfər oyunu artıq sən oyna. Çünki oyunun rubrikasını mən hazırlamışam. Ona görə maraqlı bir kör sıralamadır. Sən bilmirsən. Mən soruşuram adlar. Sıralamada nədir? Dünya çempionatında oynamış ən yaxşı sol cinah müdafiəçiləri. Mən adları çəkirəm və sən neçənci yerə qoyacaqsan onu bildirəsən. Hazırsan? Gəlsin görək. Getdik. Paolo Maldini. Oyda, yenə başladı. Paolo Maldini də mən daha çox mərkəz müdafiəçisi kimi tanıyıram. Düzdür, sonradan Milanda bir müddət solda, Nesta gələndən sonra bir müddət solda oynadı. Bəzən Kalatsi'də oynayırdı orada. Amma dünya çempionatlarında da İtalyan heyətinə əsasən mərkəzdə oynayıb. Amma
sən elə salmısansa da Paolo Maldini'də yəni adı sanı var. Amma dünya çempionatı danışırıq. Ondan daha yaxşı kim gələ bilər ki? Hər halda ağlında bir nəfər var. Olsun ikinci. Roberto Carlos. Oh, birinci. Heç bir şərh vermədən deyirəm mən. Bütün dünyada ən yaxşı solucan müdafiəçisi məncə tarixin ən yaxşısıdır. Lizarazu. Fransa ilə 98-in qalibi, Fransa ilə Avropa çempionatı 2000-in qalibi, 2002-də isə fiyasko, hər üçündə var idi. Lizarazu bizdə 4-cü olsun. 4-cü. Ashley Cole. Düzdür, İngiltərə millisindən heç nə qazana bilməyib, amma Ashley Cole da öz dövründən yaxşı cinah müdafiəçilərindən olub da, zamanında Arsenalda, Chelsea'də. Sırf dünya çempionatını götürürsə də aşağılarda olar yəqin ki, amma dünya çempionatını götürməyib, ümumi nəzər salırıqsa da 3-ə qoyaq onu. Philipp Lahm. Lahm qəribə bir oyuncuydu. Sağ ayaq əsas dominant idi. Bəzən sağ cinahda, bəzən sol cinahda. Karyerasının sonlarında dayaq yarım müdafiəçisi kimi də oynadı. Onu da 5 boş tutsa da 5-ə qoyaq. Marcelo. Mən bunu unutmuşdum. Carlos'u 1-ə qoyanda, Maldini'ni 2-yə qoyanda bunu unutmuşdum. Orada bizə 4 nə vəziyyətdədir? 4 doludur. Lizarazu var orada. Oyda, Marcelo. 6 da məcbur. Bəs Zambrotta. Zambrotta. İtaliya 2006-nı qazananda İtaliyanın sol cinahında kim var idi? Grosso. Grosso idi. Zambrotta daha aşağılardılar yəqin ki. Olsun 7. Elə bu sırayla gedək. Bu adı da yadından çıxartmısan məncə. Jordi Alba. İspanya, Afrika. İspanya. Niyə bağışlasın Jordi Alba bizi? 8-ci olsun. Patrick Evra. Evra Fransanın bu zamanında yox idi. Lizarazu idi. Sonradan Fransanın çöküş vaxtı oldu və yeni nəsildə isə yenə də Evra yoxdur. Yəni neçənci hissədə sonlardan bir yerdə 9-dur, 10-dur. 9 qaldı yəqin ki. 10-cu kimdir? Onda kim olur? Evranı 9-a qoyuruqsa da? Evranı 9-a qoyuruqsa Giovanni Van Bronckhorst. Elə ona ola bilər. Bu sıralamada elə ona ola bilər. Bu sıralamada ona ola bilər, amma yəni dünya çempionatının ən yaxşı qollarından birini də vurub. Mərkəzdən demək olar ki. Xatırladım. Sıralamanı bəyəndin. Hacinin Kolumbiya vurduğu qol oxşar bir qol vurmuşdu. Sıralamanı bəyəndin. Yox, əslində unutmuşdum. Yəni Marcelo və Jordi Alba'nı unutmağım özümə də qəribə gəldi. O qədər oyunçu. Məncə Lama da biraz haqsızlıq oldu. 3-4-yə düşərdi, 3-3-lükdə də olardı. Biraz oradan Ashley Cole'dan Maldini biraz aşağılara salıb Alba'nı daha yuxarı, Marcelo'nu daha yuxarı çəkə bilərdik. Amma daha keçişdə seçmişdim. Adı üstündə kör sıralama. Bəli, bu gün də C qrupunu müzakirə elədik. Maraqlı müzakirələr oldu. Düşünürəm ki, burada da həqiqətən çox yaxşı komandalar var və maraqla gözləməyə dəyər bu qrupu. Bizə ayrılan bu verilişlik vaxt başa çatdı. Kanala abunə olmağı, verişi bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.